Deməli belə uşaqlar, gəlirik artıq ikinci mətni. Bu Mirror Line mətni olacaq. Yəqin ki, ağıllı layihə. Mətni oxuyun. İnşallah buna gəlin baxanlar da mətni oxusun deyə buranı biraz göstərirəm. Biraz da bu tərəfi göstərirəm. Biz burada sadəcə sualların cavabına baxırıq. İzahında sonra paylaşacağam. Yəni tam izahlı. Şahzadənin layihə haqqında fikirləşənlər əsas demək olar ki, insanlar şəhərlər tərk edəndə layihələr arasında xeyr, şəhərdə süni intellekt əsasən rol oynayacaq. Burada yazıb əslində infrastrukturu. Global problemlər bu nitqindən dediyinə görə layihə haqqında burada deyir. Bu istədiyinə görə global problemlərdir məsələmiz, cavabımız. Amma bu ümumi layihə haqqında da onu şeyx, yəni şahzadə demir. Hansı izah mətndə altından xətt çəkilmiş sözüdür? Mənə görə bir yerdə yol yaşıb yerdə sakindir. Uşaqlar, aralanmaq ayrılmağa aid deyil. Optimal müvafiq var burada. İnqilab çevriliş, zorakı çevriliş deyil. Sonra burada bir də var. Texnologiya zəruri vacib deməkdir. Zəruri xidmət. İstifadə edən də deyil texnikadan. O texnoloq deyil ki, bu oqla olsun. Növbəti 49-cu sual. 49-cu sual. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı arzula yazılmalıdır? Cavabımız E variantı olacaq. Yəni bu 4, 3, 1, 2 ilə olmalıdır. 4, 3, 1 burada 2 yazılacaq. Növbəti mətnə əsasən hansı hadisənin səbəbini müəyyən etmək mümkündür? Mümkündür. Tikintisinin sahildən bunu bilmirik. Mənfi cəhəti var, şəhəri tərk etmə var və lazımi xidmətə yaxın məsafədə yerləşməsi odur ki, bunlar nəqliyyata ehtiyac duymasınlar. Cavabımız C variantı olacaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu haqqda məlumat var deyir. Baxaq, mətndə nə haqqda məlumat var? Yeni şəhərdə insanlar ekoloji şərait düzdür. Layihəni qısa müddət ərzində düşünsə də iqlim deyil, sadəcə bu boyda nəhəng layihəyə sadəcə iqlimdən danışmır burada. Deyir ki, bu çox nəhəng layihədə 50 il buna sərf olunacaq, amma nəyə görə bilinmir. Layihəsi minlərlə insan işlə təmin olunsa şərait bu haqqda məlumat yoxdur. Yetirə bilən avtomat maşınların sayı çox olacaq. Yəni robotlar çox olacaq. Cavabımız 1, 3, B variantı. Kompleksin eyni zamanda çox geniş olmayan torpaq sahəsində yerləşəcəyi bildirilir. Cümləsi ziddiyyət. Səhra var burada uşaqlar. 64 metr kvadrat ərazidə yerləşdirəcək. Bu səhradır. Səhrada nə 64 kvadrat metr? Uşaqlar, buna diqqətli olmaq lazımdır. Baxın, burada deyir ki, 170 kilometr 64 kvadrat ola bilməz. Bir də altıncıda deyir ki, bu başdan o başa getmək üçün qatardan istifadə olmalıdır. Yəni 64 kvadratı gəzməyə nə var ki? Cavabımız ona görəcək 2, 6. Mətn əslində doğru fikirdir. Şəhərin enerjisi tükənməyən, yəni külək və günəş enerjisindəndir. Bina daxil olan şəhərdə insan sayına məhdudiyyət haqqında məlumat yoxdur. Nəqliyyat vasitələrindən istifadə olunacaq qatar var. Binanın tikini yüksək məbləğ pul nəzərdə tutulmuşdur. Düzdür, 1, 4. Mənfi cəhətlərin çox olmağı düşünülməsi xeyr. Bu hələ bilinmir nəyə görə uzundur. Bu arada bu layihə dayandırılıb hələ ki. Mirror Line YouTube-da yazıb baxa bilərsiniz. Üzərində rəqəm yazılmışlar. 1, 2, 5-lər həqiqi mənadadır. 3 ilə 4 məcazi mənadadır. Burada deyim sizə 3 ilə 4-dür. Ancaq 3 ilə 4-ü göstərim sizə. Burada biri 3-dür. Həyat itirmək məcazidir. Ömür sürmək məcazidir. Uşaqlar, növbəti sualımız bizim çərçivə mətnindəki əsasın cədvəli doldurun. Uşaqlar, oradakı cədvələ mən görmürəm ki, bu nədir də? Bir-biri ilə bu cədvəli görmürəm. Deməli, mətndə yaza bilərsiniz. Mətn şərhə. Mətndə nöqtələrin yerinə uyğun olan həqiqi məcazi mənalı ifadələr yazın. Baxaq nöqtələrin yerinə. Müasir bir şəhər deməli, hökumət şəhərin fikrindədir. Salmaq üçün çalışır. Çalışır yaza bilərsiniz. Nöqtələrin yerinə başqa nə var? Başqa nöqtə var burada. Başqa nöqtə bir dənə də deyəsən. Bir dənə nöqtədir. Məcazi mənada müasir bir fikrinə düşüb. Salmaq hazırlayıb. Əslində da yeni bir müasir bir şəhər salmaq fikrinə düşmək. Fikrinə düşüb. Qollarını salmaq üçün qorolarını çırmalayıb. Bu fikirləri yaza bilərsiniz. Digərləri haqqında bir dənə 55-ci sualı bilmirəm. Yəni məndə yoxdur. Hələlik.